Sağlamlıq təhsil işçisinin əməyini davam etdirməsi üçün əsas təminatlardandır. Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının qorunmasını və bərpasını yalnız təşviq etmir, bu istiqamətdə hüquqi mexanizmlərlə fəaliyyət göstərir. Sanatoriya kurort müalicəsinin təşkili, istirahət proqramları və bədən tərbiyəsinə dəstək. Bu hüquqlar Həmkarlar İttifaqının əsas sosial müdafiə vəzifələri sırasındadır. Təhsil işçisi səhhətində yaranmış risk və ya ümumi yorğunluq fonunda istirahətə və ya müalicəyə ehtiyac duyduqda ilk Həmkarlar İttifaqı təşkilatına müraciət edə bilər. İttifaq tibbi və sosial təminat tədbirlərini hüquqi baza əsasında həyata keçirir. Şəffaflıq və üzvlük prinsipləri qorunmaqla. Unutmayaq, Həmkarlar İttifaqı yalnız hüquqi mübarizə aləti deyil. O, sosial rifahın, insanın sağlamlığının qorunması istiqamətində də mühüm rola malikdir. Bu imkanlardan faydalanmaq, maariflənmək və məlumatlı olmaq isə hər bir üzvün hüququdur.